Ramazan bayramınız mübarək olsun. Cəmsi 2 gün öncə olub. Qəlbi şəriətimizlə, Allahın göstərişləri ilə vuran hər bir insan başımızın tacıdır. Mən kiməm ki, onlara dil uzadam. Mənim işim başqa adamlarlandır. O 11 ay hər hoqqanı çıxardan, orucluq çata-çatda bir havaya bürdür. Onlarlandır mənim işim. Səndən məndən qəşək bilir təqvimi. Təqvimi bilsən necə bilir? 3 gün qalmış oruçluğa. Təsbihi verir yamaya. Yağını, suyunu, zadını hamısını baxdırır, eləyir qəşək. Mindi, xadaboyzada əla. Təsbihi oturdu. Bir dənə dini kəlamı, elə bir ki, burada bir dənə qarqar eləyib buraxır. Şaka düşürsən ki, ay Allah, məni bağışla, mən kafirəm, mən bunun haqqında nələr fikirləşmişəm. Subhanallah. Allah bilə, elhamdülillah. Səni latoka salır, ki, bu ne ya? Rəsk bir günün içində telefonun zastavkası oldu Kəbə, Mədinə, qurban olum o torpaqlara. Zəng dəyişdi oldu Ayətül Kürs. WhatsApp gəlir, Yasin, səni salıb burulğana. Bilmirsən, bu neyini, qardaş? Az qalar, yaxınlaşıb deyəsən ki, qardaş, başına dönüm. Axı, mən səni tanıyıram. Sən ondansan ya bundan? Vicdanı olsa deyər, mən elə bax bundanam. Vicdanı olsa. Saçdırır. Avara qoyur adamı. Bunların bir üst modeli var hələ. Onlar vəbşə mükəmməldir. Əməl dəftərinə kimi bilirlər. Mən hələ də dəqiq bilmirəm, hansı harda yazır. Bu dəqiq bilir, mələyin biri sağda yazır, biri solda yazır. Amma işi gör necə qurub. Onun bunun haqqına girir, paraleldə qurban kəsir. Mələkləri çaşdırır, yazı da gedir orada, yazı pozuşu qaydasındadır. Bu birdən ki, zıp başını qoymur yerə. Mələklər zıp gəldilər, xoş gəlmişsən, gəldin, çıxdın axır ki, aha. Bu nədir qardaş, onun haqqı, bunun haqqı. Davay, getdik. O bir dəqiqə. Qardaş, qurban kəsib. Bu bir mələk deyir, bu? O da ortadadır belə, subhanallah. Saşıb qalır. Mələk deyir, səndə yazı düz, məndə yazı düz. Onda deyir, dəftərini götür, gəl balkonda bir sigaret çəkək, görə bunu nə var? Nə var ya? Neyini bunu? Dəli deyir, dəli işi nə tar qurub? Hələ bir dənə də bunların Pro Max-ı var. Lap yeşələri. Onlar sənətli sünətli işləyirlər. Zinanı səndən məndən yaxşı bilir, kəbini, talağı. Bir xanımdan oturdu, halal haram var. Naxadı bir dənə siviyaz çıxdı. O oradan nəsə deyir, o buradan buna deyir, o ona qaytarır. Ana adı siviyaz quruldu, 3 dəqiqə hazırdır. Andola Allah'a ne özəm bilə. Elə bil ki, xanımı sürmək üçün qurban olduğundan davernest alır. Belə olmur axı. Bu iş belə olmur axı. Ay, rentakardan maşın götürsən, bir saat orada olmalısan, sən. Sənət sünət. Nə xoşsa? Bunlar nətər atçot verəcəklər?